Hörmətli konferans iştirakçıları, əziz qonaqlar, Qərbi Azərbaycan problemlərinə həsr olunmuş bugünkü 3-cü beynəlxalq konferans öz işini uğurla başa çatdırmaqdadır. Tədbirin uğurlu olması ilk növbədə onunla əlaqədardır ki, konferansın işinə 60-dan çox xarici ölkədən və Azərbaycandan yüksək nüfuza malik alim və mütəxəssislər iştirak etmişlər. Bizim haqq səsimizə səs verən bütün konferans iştirakçılarına, xüsusən də xarici qonaqlarımıza təşəkkür edirəm və Azərbaycana xoş gəlmisiniz deyirəm. Belə bir mötəbər tədbirin iştirakçılarına öz dərin məzmunlu və dünyanı sülh və qardaşlığa səsləyən, müraciətini ünvanlayan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və konferansın təşkilində zəhməti olan hər kəsə Qərbi Azərbaycan icması adından təşəkkürümüzü bildirirəm. Konferans yüksək işgüzarlıq şəraitində keçmiş, maraqlı müzakirə və diskusiyalarla zəngin olmuşdur. İnanırıq ki, belə müzakirələr və dünyanın tərəqqipərvər insanlarının bu haqq işinə bizə dəstəyi, Ermənistandan zorla çıxarılmış Azərbaycanlılar üçün mədəni irsin bərpasında ədalətin təmin edilməsi, barışıq və sülhə aparan yolda uğur qazanmasına öz töhfəsini verəcəkdir. Hörmətli qonaqlar, dinlədiyimiz çıxışlardan da göründüyü kimi qayıdış hüququ və mədəni irs bir-birindən ayrılmaz anlayışlardır. Mədəni irsin qorunması və bərpası isə qayıdış prosesinin mənəvi sütunudur. Mədəni irsin qorunması təkcə keçmişi yaşatmaq deyil, həm də gələcəyi möhkəmləndirmək deməkdir. Mədəni irs keçmişə məxsus olsa da, o gələcəyi formalaşdırır. Qayıdış hüququ yalnız fiziki torpağa qayıdış deyil, həm də mədəni irsin, kimliyin və tarixi yaddaşın bərpası kimi dərin mənəvi aspektləri özündə ehtiva etməklə təkcə siyasi yox, həm də mədəni və mənəvi məsuliyyət xarakteri daşıyır. Bugün bizim üzərimizə düşən əsas vəzifələrdən biri xalqımızın Ermənistandakı mədəni irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir. Barışıq və sülh, mədəni irsin qorunması və bərpası, kollektiv qayıdış siyasi müstəvidə iki ölkə arasında həll olunmalı məsələ olsa da, bu eyni zamanda beynəlxalq hüququn tələblərinə və ədalətin təmin edilməsinə əsaslanmalıdır. Belə olan təqdirdə təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Qərbi Azərbaycan icmasının fəaliyyətini, o cümlədən mədəni irsin qorunması və bərpasını qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməkdən hələ də əl çəkməmişdir. Konferans iştirakçılarına xatırlatmaq istərdim ki, Qərbi Azərbaycan icması dəfələrlə Ermənistan hökumətini diyaloqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan icma ilə danışıqlara başlamalı və Qərbi Azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi, mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitoringi məqsədi ilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməlidir və bu sahədə əməkdaşlıq etməlidir. Müasir dünyada qarşılaşdığımız problemlər, münaqişələr, mədəni irsin məhvi, humanitar böhranlar, məcburi köçkünlük, iqlim dəyişməsi kimi problemlər heç zaman təkcə bir dövlətin həll edici məsələlər deyildir.
Bu çağrışlar bizi bir daha geniş miqyasda düşünməyə, sərhədlərdən kənara çıxmağa və qlobal həmrəyliyi real fəaliyyətə çevirməyə vadar edir. Məhz icma olaraq bizim məqsədimiz Ermənistandan zorla çıxarılmış soydaşlarımızın sülh və sülh yolu ilə öz dədə-baba yurtlarına qayıdışının və mənəvi irsinin bərpasının təmin olunmasından ibarətdir. Ümid edirik ki, bu konferans həm deportasiyalara məruz qalmış soydaşlarımızın hüquqlarının müdafiəsi, həm də ümumilikdə regionda dayanıqlı sülhün təmin edilməsi baxımından yeni bir diyalog platformasının yaranmasına əsas verəcəkdir. Əminik ki, Qərbi Azərbaycan haqda həqiqətlərin beynəlxalq ictimaya çatdırılması regionda uzun müddətli sülhün qurulmasına xidmət edəcəkdir. Bizim məqsədimiz bu əməkdaşlığı dərinləşdirmək, beynəlxalq tərəfdaşlarla birgə daha güclü, daha sabit və daha davamlı gələcək qurmaqdır. Bugün Azərbaycan öz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə regionda barışığın mayakına çevrilir. Azərbaycan Respublikasının prezidentinin balanslaşdırılmış və eyni zamanda bəşəri və milli maraqlara söykənən siyasəti yalnız ölkəmizin deyil, bütün Cənubi Qafqazın və regionun gələcəyini müəyyənləşdirən əsas amildir. Biz əminik ki, ədalət və barış vasitəsilə, beynəlxalq ictimaiyyətin dəstəyi ilə, qarşılıqlı etimad və dialoq əsasında Qərbi Azərbaycanlıların qayıdış hüququ reallaşacaqdır. Bugünkü konferansımızı bu məqsədə çatmaq yolunda əhəmiyyətli bir addım hesab edirik. Hörmətli konferans iştirakçıları, 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra bölgədə dayanıqlı sülhün əldə olunması üçün tarixi imkan yaranmışdır. Bu mənada 8 avqust 25-ci ildə Vaşinqtonda ABŞ prezidenti Donald Trump'ın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamə, həmçinin sülh və dövlətlər arası münasibətlərin yaradılmasına dair paraflanmış saziş və digər sənədlər regionda sülhün təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Məhz bu şəraitdə Qərbi Azərbaycan icmasının fəaliyyəti, eləcə də bugünkü konferansımızın ali məqsədi xalqlar arasında əmin amanlığın bərqərar olmasına xidmət edir. Diqqətinizə görə minnətdaram və bir daha Qərbi Azərbaycan icması adından bugünkü konferansa qatıldığınıza görə hər birinizə təşəkkür edirəm.